Xəlil Əhməd test imtahanına baxırıq. Ümumi yekun sınaq 18. Hadisə və nəticə əlaqəsi düzgün verilmişdir. Hadisələr. İmam Mustafayevin hakimiyyətə gəlməsi, nəticə. Milli Azərbaycan qərargahının yaradılması. Maqri adlı Vəli dövründə. Qrozno-Bakı neft kəmərinin çəkilməsi Azərbaycanın Sovet İttifaqının Vahid neft kəmərinə qoşuldu, bəli. Azərbaycan SSR-nin suverenliyi haqqında konstitusiya qanunu qəbul edildi. Azərbaycanın müstəqil unitar dövlət. Bu 91-18 oktyabrdır. Konstitusiya qanunu 89-dur. Demək olmaz. Azərbaycan hərbiçilərinin 94-cü il yanvar əməliyyatı, Horadiz qəsəbəsinin düşməni azad edilməsi, bəli. Beynəndir. Heydər Əliyevin birinci dəfə prezident seçilməsi, əhalinin pasporta təmin edilməsi xeyr. Demək olacaq beynəndir. B variantı. 13-cü əsrin əvvəlləri üçün səciyyəvidir. Fransızların Azincourt döyüşünə məğlub edilməsi 1415-15-ci əsr. Xubilay xan tərəfindən Monqol dövlətinin paytaxtına köçürülməsi bu 13-cü əsrin ikinci yarısıdır. Böyük Moğol dövlətinin imperiya çevrilməsi bu 16-cı əsrdir. İspaniyada Rekonkist hərəkatının sona çatması 1492-15-ci əsr. Qütbəddin Aybək tərəfindən Hindistanda yeni bir dövlət bəli 1206. Ardıcılığı müəyyən edin. Berlin səddinin inşası 1961. Fransanın Əlcəzairə müstəqillik verməsi 1962. Soyuq müharibənin başlaması 1946. Türkiyə NATO-ya qəbul edilməsi 52. Deməli 3, 4, 1, 2, B variantı. Şirvanşahlar dövləti Eldənizlər dövlətindən fərqli olaraq Azərbaycanın şimalda yaranmışdı hər ikisi. Deməli, hər ikisi Azərbaycanın şimalda yaranmışdı. Olmaz. Gürcülərin işğalçı yürüşlərinə məruz qalmışdı hər ikisi. Monqol hücumlarına qarşı mübarizə aparmışdı hər ikisi. Hulaki dövlətinə tabe edilmişdi ancaq Şirvanşahlar. Ərəb xilafətinin zəiflənməsi nəticəsində meydana gəlmişdi ancaq Şirvanşahlar. 4 ilə 5, B variantı. On ikinci əsr memarlıq abidəsidir. Gövurqala 3-7. Şamaxıda Sündü məscidi 920. Ağsu çayı Buğurt qalası, bəli. Şirvanşahlar sarayı 12-ci əsr. Saray kompleksi 15-ci əsrdir. Gülüstan qalası 12-dir. Təbrizdə Göy məscid 15-ci əsr. Mezolit və neolit dövrlər üçün ortaq cəhət deyil. Mikrolit alətlərdən istifadə edilməsi. Mezolit dövründə varsa, deməli neolitdə də var. Ana xaqanlığı mövcud olması, bu hər ikisində var. Dulusçuluğun əsas sənətkarlıq sahəsi bu neolitdə yaranıb. Deməli, bundan əvvəl olmayıb, C variantı. ABŞ-də 61-65-ci illəri əhatə edən vətəndaş müharibəsi dövrü üçün səciyyəvidir. Abraham Lincolnun prezident seçilməsi bu 60-dır, yəni müharibə başlamamışlar. Cənub ştatlarında quldarlığın ləğv edilməsi, bəli, 62-ci ildə homoseslər haqqında qanun, daha doğrusu azad olma haqqında bəyannamə və onunla da quldarlıq ləğv olmuşdu. Hamısına baxın, homoseslər haqqında qanun ləğv edilməsi xeyli ləğv edilməmişdi. Alyaskanın alınması 1967-də olmaz. AŞK-yə qarşı böyük dəyənək siyasətindən istifadə edilməsi xeyr. Olacaq B variantı. Durğunluq dövründə Osmanlı. Deməli, Osmanlıda yaranıb 1302-1453 yaranma dövrü, 1453-1579 çəklənmə, 79-dan 1699-a qədər dağılma dövrü, 1699-a qədər. Daha doğrusu durğunluq dövrü. Deməli, Kret adası fəth edilir, 1669 düşür. Reç-Pasipatya müharibə düşür. Rusiya ilə Prut müqaviləsində bu artıq durğunluq yox, deməli, geriləmə dövrü idi. Qaradənizdə şərəksiz ağalığı başa çatdı, 1791, elə bununla dağılma dövrünə qədəm qoymuşdu. Lalə dövründə islahatlar keçməsi, bu da geriləmə dövrü olacaq, 1-dən 2, D variantı. Qədim Krit padşahlığı üçün səciyyəvidir. Mixi yazı sistemindən istifadə edilməsi, burada mixi yox idi. Misir, Finikiya, Babil ilə ticarət əlaqələri, bəli. Ordu və donanmaya strateqlərin seçilməsi hələ strateq yox, strateq 6-cı əsrdə yaranıb. Avropada ən qədim dövlət, bəli. 2 ilə 4, B variantı. Soyuq müharibədə mülayimləşmə mərhələsinin başlamasına təsir edən amillərdəndir. Sürətli silahlanmaya çəkilən xərclərin ölkənin iqtisadi vəziyyətini ağırlaşdırması, bəli. Vyetnam müharibəsində geniş itkilər verilməsi, bəli. Elə ABŞ bundan sonra güzəştə gedir. 1-2. Koreyanın bir-birinə zidd siyasi sistemləri parçalaması, xeyr, daha əvvəl idi. Qarşılıqlı iqtisadi yardım şurası, xeyr, bu 49-dur. Hər iki tərəfin atom bombasına malik olması, bu pis bir şeydir. 1-2, B variantı. Osmanlı və Səfəvilər dövlətlərinin ümumi cəhətinin Teymurilər dövlətindən fərqi. Deməli, Azərbaycan uğrunda mübarizə aparması hər ikisi. Osmanlı və Səfəvilərin ümumi Teymuridən fərqi. Böyük Moğol dövlətlə dostluq əlaqələri. Elə bu olacaq. Çünki bilirik ki, Əkbər Şahın dövründə deyirdi ki, Əkbər Şah
Səfəvi, Osmanlı, Özbək, Portuqallarla dostluq əlaqələr qurmuşdu. Amma Teymurilər dövləti Böyük Moğollarla dost olmayıb. Yəni ki, ümumiyyətcə Teymurilər Moğol dövlətini görməyib. Olacaq elə B variantı. Azərbaycan Xalq Cümhuriyyəti Tiflis dövründən fərqli olaraq Gəncə dövründə, bir də Bakı dövründə. Bakı XKS-nin qüvvələrini məğlub etmişdi. Bu 27 iyun 1 iyul Göyçay döyüşündə. Deməli, Tiflisdən fərqli olaraq Gəncə dövründə məğlub eləmişdi. Hökumət kabinetində Fətəlxan Xoyski. Bu oxşar cəhət təbii ki. Birə B ola bilməz. Hərbi nazirlik fəaliyyət göstərmiş. Hərbi nazirlik ilk dəfə 1-ci hökumətin dövründə yaranmışdı. 1-ci hökumətin mövcud olmuş Tiflis dövründə. Deməli, bu da oxşar cəhət oldu. Birdən C-ni də çıxartdıq. Bir olacaq yalnız A. Bakı dövründə qanunlar parlament tərəfindən qəbul edildi. Tiflis dövründə parlament olmayıb. Deməli, Bakı dövründə ancaq parlament olmuşdu. A-nı götürdük. Yəni, Gəncə dövründə parlament yaranıb ilk dəfə 7 dekabrda. Parlament mövcud olub ancaq Bakı dövründə. Qonşu dövlətlər tərəfindən müstəqilliyin tanınması. Bu, Tiflis dövründə var idi. Olmaz. Rusiya ilə nota mübadiləsi aparılmışdı ancaq Bakı dövründə. Deməli, 1-ə A, 2-ə də A ilə C, B variantı. İşarələnmiş ərazinin 13-cü əsr tarixi üçün səciyyəvidir. Yəni, söhbət burada Şirvanşahlardan gedir. Monqolların hücumlarına qarşı mübarizə aparması, bəli, 1220-22. Dərbəndilər sülaləsi, bu 14-cü əsrdə gəlib hakimiyyətə, 1382, bizi 13-cü əsrinə görə 2-ni götürə bilmərik. Hulakilər dövlətinin tərkibinə daxil edilməsi, 1258. Yəni, dövlət yaranır, sonra 2-ci Axsan dövrünə düşmüşlər Hulaklərin tərkibində və bunu da götürə bilərik. 1-dən 3. Slavyanlar tərəfindən işğal edilməsi 13-cü əsrdə Slavyanlar gəlməmişdi. Brest-Litovsk müqaviləsinin dünya müharibəsinin sonrakı tarixinə təsiri. Rusiyanın Qars, Ərdahan, Batum ərazilərini geri alması. Xeyr, bunu geri vermişdi, Osmanlıya geri qaytarmışdı. Almaniya 2 cəbhədə müharibə aparmaqdan xilas olmuşdu. Bəli, elə bu olacaq. Rusiya müharibədən çıxır, Almaniya 2 cəbhədə müharibə aparmaqdan xilas olur. Azərbaycandakı hakimiyyət dövrlərinə aid Eyler-Venn diaqramının uyğunluğunu müəyyən edin. Sasanilər, xilafət, Monqollar. Yeni torpaq və vergi formalarının tətbiq edilməsi. Bu təbii ki, oxşardır. Sasanilərdə Dastakert, Xostak, xilafətdə Xaraq, Gezid, Cizyə, İqta, Vəqif. Monqollarda var idi Bayrat, daha sonra var idi Tamğa, Bac, Qopçur. Demək, bu oxşardır. 4-ə verdi yanı. 4-ə anı verirəmsə, buradan digərlərini çıxardırım. Sonra Roma imperiyası ilə müharibənin aparılması. Roma imperiyası ilə müharibənin aparılması, bunu ancaq təbii ki, götürə bilərik Sasanilərə. 1-ə verdik B-ni. Hərbi hissələrin Rabat. Rabat təbii ki, xilafət idi. 2-yə verdik D-ni. Beyləqanda müsafirin başçılığı ilə üsyanın baş verməsi. Beyləqanda müsafirin başçılığı ilə üsyanın baş verməsi. Bu da təbii ki, ərəblərdir D-yi. Monqollar bir şey düşmədik. A, arada keçmişəm. Rabitə islahatının keçməsi. Bu da Monqollar. 3-ə C. Demək, 3-ə C, 4-ə A, 1-ə B, 2-də D ilə Y variantı. Klassik feodalizm dövründə Türk dövlətlərinin tarixində baş vermiş. Klassik feodalizm 11-15-ci əsrlərdir. Baxaq. Osmanlı tarixində durğunluq dövrünün başlaması. Bu Osmanlı, məsələn, durğunluq dövrü başlayıb. Deməli, nə zaman dedik? 1579, 16-cı əsrdə. Klassik feodalizm dövrünə düşmür. Qəznəvi dövlətinin paytaxtının Lahor şəhərinə köçməsi 12-ci əsr düşür. Dehli sultanlığının Monqolların yürüşünə məruz qalması. Dehli sultanlığı Monqolların yürüşünə məruz qalıb Xələcin dövründə, Qiyasəddin Balabanın dövründə, daha sonra Eltutmuşun dövründə, hər ikisinin dövründə məruz qalmışdı 13-cü əsrdə. Bu da düşür. Teymurilər dövlətinin varına sonması bu 16-cı əsrdir. Xəzər xaqanlığının Ərəb xilafəti ilə müharibələrdə məğlubiyyətə uğraması, Ərəb-Xəzər müharibəsi tamamilə başlanıb 8-ci əsrdə. Yəni bunlar klassik feodalizmi görməyiblər. Məsələn, Xəzər xaqanında klassik feodalizmi görməyib. 965-də süqut eləmişdi. Olacaq o 2 ilə 3 D variantı. Rusiyada 18-ci əsrdə daha gec baş verən hadisəni müəyyən edir. Qara dənizdə qəti olaraq möhkəmlənməsi 1791, Prut müqaviləsi 1711, Pyotr tərəfindən əlifba təqvim islahatının keçməsi, bu da Pyotrun dövrünə düşür elə. Osmanlının Krımın Rusiya məxsusluğunu təsdiq etməsi 1791 Yassı müqaviləsi, 2-ci Yekaterinə Cənubi Qafqaza qoşun yeritməsi 96. Daha gec baş verən dediyinə görə götürəcəyik Cənubi Qafqaza qoşun yeridilməsi. Xəritədə qeyd edilmiş ərazi 6-cı əsrdə söhbət İspaniyadan gedir. Baxaq.
Xordo və xilafəti mövcud idi. 6-cı əsrdə Xordo və xilafəti yox idi. Xordo və əmirlik yaranıb 8-ci əsrin əvvəllərində, xilafəti olub 750-ci il Abbasilər hakimiyyətə gələndən sonra olmaz. Böyük Kar tərəfindən yaşanmış. Böyük Kar 6-cı əsrdə heç yaşamırdı. Bizansın hücumlarına məruz qalmışdı. 6-cı əsrdə Bizansın hücumlarına məruz qalmışdı. Götürə bilər Justinianın dövründə. Götürdük. Avropa Hun dövlətinin tərkibində idi. Avropa Hun süqut edib 470-ci ildə. Olmaz. Ərəblərlə Franklar arasında mübarizə meydanında xeyr. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi. Deməli, Fransa ilə İngiltərənin eyni ittifaqda olması təbii ki, oxşar olacaq A. Oxşara verdik A-nı. Fransanın paytaxtının Almanlar tərəfindən işğal varsa bu İkinci Dünya müharibəsi. 2-yə verdik B-ni. Qafqaz cəbhəsində Osmanlı dövləti ilə Rusiya arasında mübarizənin getməsi bu təbii ki, Birinci Dünya olacaq. Çünki İkinci Dünya müharibəsində Osmanlı Avropa dövlətləri tərəfində, Almaniyanın tərəfində yox. 1-ə verdik C-ni. Atlantika xəritəsi bu təbii ki, İkinci Dünya müharibəsi D. 1941-ci ildə Almaniyanın ildırım sürətli müharibə strategiyasını istifadə etməsi bu da oxşardır. Deməli 1-ə C, 2-yə B ilə D, oxşar da A ilə C variantı. 2010-cu ildə Şimali Afrikada demokratiya uğrunda baş vermiş hərəkatın nəticəsi İngiltərə bu ərazilərdəki müstəmləkələrini Fransaya güzəştə getdi, xeyr. Osmanlı dövlətinin Şimali Afrikada hakimiyyətdən sonra qalması Osmanlı qalıb artıq. Tunisdə, Misirdə, Liviyada diktatura rejimlər devrilmişdi, bəli. Yaponiya 2-ci Dünya müharibəsi dövründə. Deməli, müharibə dövründədir. SSR ilə bir-birinə hücum etməmək haqqında müqavilə imzalamışdı, bəli, 1941-in aprel ayında. Dəniz yolları nəzarət etmək, ələ keçirmək uğrunda mübarizə apardı, bəli. Avstraliyanı Mərcan döyüşündə işğal edə bilməmişdi. SSR-nin sərhədlərinə davamlı olaraq hücum edirdi, xeyr. Hərbi texnika istehsalında ABŞ-ın əldə edirdi, xeyr. El olacaq 1-dən 2. Xəritədə işarələnmiş əraziyə aid xüsusiyyətləri müəyyən edin. Demək, haranı göstərib? Laçın. Ağoğlan məbədinin mövcud olması, bəli. Ağoğlan buradaydı elə. İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad edilməsi. Laçın müharibə zamanı deyildi, müharibədən sonraydı. Ona görə 2 ola bilməz. Güləbird su elektrik stansiyasının istifadə verilməsi, bəli. İşğaldan azad olmuş ərazidə ilk hava limanı. İlk hava limanı Füzulidə olmaz. Zar mağarası Kəlbəcərdə də olmaz. Olacaq 1-dən 3 A variantı. 1903-cü illər dünya iqtisadi böhranının Şimali Azərbaycanın neft sənayesinə təsiri. Neft sənayesində istehsalın təmərküzləşməsi prosesinin güclənməsi, bəli. Şimali Azərbaycanın Rusiya və Avropa ölkələrinə neft ixrac edən ölkə kimi əhəmiyyətini saxlaması hədə ixrac edirdi, bəli. Bakıda çıxarılan neftin yarıdan çoxunun neft nə yazıb? Çoxlu sayda xırda və orta müəssisələrin iri şirkətlərə çevrilmə yazıbsa səhvdir. Çünki müəssisələr bağlanmışdı, təmərküzləşmə var idi. Neft sənayesində inhisarlaşmanın başlama 19-cu əsrdir. Olmaz. Burada bir 3 oxuya bilmədim. Bakıda çıxarılan neftin yarıdan çoxunun neft şirkətinin əlində cəmləşməsi. Xarici neft şirkəti yazıbsa düz götürə bilərik. Amma oxuya bilmirəm deyə bura bir sual işarəsi qoyum. 1-2 var, 3 oxuya bilmədim. Uyğunluğu müəyyən edin. Osmanlı dövləti, Teymurilər dövləti. Mərkəzi Asiyada yaranması Teymurilər. 2-yə verəcəyik A-nı. Baskakların vergi yığılması, nəzarət etməsi bu Qızıl Orduda heç birinə aid deyil. Qaraqoyun dövləti ilə müharibənin aparılması bu Teymurilər dövlətidir. 2-yə verdik C-ni. Misir Məmlük dövlətinin varına son qoyması Osmanlı 1-ə D Səlimin dövründə. Navarin döyüşündə qalib gəlməsi Osmanlının dövründədir, amma Osmanlı qalib gəlməmiş, məğlub olmuş. Deməli 1-ə D, 2-də A ilə C. Ardıcıllığı müəyyən edin. Gəncə xanlığının Osmanlı dövlətinə diplomatik elçilik göndərməsi 1752. Xatın arxa döyüşünün baş verməsi 1757. İbrahim Xəlil xanın Qaradağ xanlığının ərazisinin öz bir hissəsinə sahib olması 1782. Zubovun başçılığı altında Rus qoşunlarının Azərbaycana hücumu 1796. Deməli 1, 2, 3, 4. Azərbaycan Respublikasının 21-ci əsrin əvvəlləri tarixinə aid olan hadisələr. Bakı Tbilisi Ceyhan əsas ixrac neft boru kəməri inşasının başa çatdırılma. Çatdırılma 2006. Çadır şəhərcinin ləğvi 2007. Təbrizdə konsulluq 2004. Nə olur? Hamısı düşdü. Güyamın üzvü 97, İpək yol 98 bərpası. Olacaq elə 1, 2, 3. Uyğunluğu müəyyən edin. 20-ci əsrin 20-30-cu illərində ABŞ, Fransa, Almaniya 1, 2, 3 yazaq. Burada diqqət verin 20-ci əsrin 20-30-cu illərində.
Weimar Respublikası mövcud olması Almaniya 3-ə verdik A-nı. Şərqi Asiyadan mühacir axının qadağan edilməsi ABŞ verdik 1-ə verdik B-ni. Atlantika xəritəsi 41-dir heç birinə. Əslində ABŞ-a götürə bilərik, amma 41-ci il bizə lazımdır 20-30-cu illər olsun. Paris Sülh Konfransında qərarların əsasən mandat sahibi olması bu Fransadır. 2-yə verdik D-ni. 20-ci əsrin 30-cu illərin sonlarında Millətlər Cəmiyyətinin çıxarılması Almaniya çıxarılıb 33-cü ildə. Bizə 20-ci əsrin sonları 30-cu illərin sonu dediyinə görə götürə bilmərik. Çünki Almaniya çıxıb 33-cü. Deməli 1-ə B, 2-yə D, 3-ə də A.